Sizi tanımayanlar üçün biraz özünüz haqqında danışardınız. Uşaqlıq illəriniz necə keçib, o illəri necə xatırlayırsınız? Bizim uşaqlıq illərimiz fərqli idi. Günümüzün çox hissəsini həyata keçirərdik. Nə telefon var idi, nə də kompüter oyunları. Mənim ən sevimli oyuncağım tank idi. Saatlarca ondan oynayardım. Bilirsiniz, mən uşaqlıqda hərbiçi olmaq istəyirdim. Tankçı. Amma tankçı ola bilmədim. Tanklar mənim həyatıma başqa cür toxundu. Ben tankımdan bu dağı keçəcəm. Barış, mən belə vururam. İlqa, gəl uşaqlarla oynayaq. İstəmirəm. Tüm gün tankla oynayırsan, gəl gedək. Var mı mənim də qəşəng tankım var? İlqa, gəl evə oğlum. Tankın benzini bitəcək indi. Anne, tankların benzini qutarmır. Gəl evə. İstərdim biraz da məktəb illəri haqqında danışaq. Bilirik ki, məktəb illəri hər birimizin həyatında ən çılğın dövr olur. Bəs o illərdə necə? Maraqlı bir xatirəniz varmı? Əlbəttə. Məktəb illərim gözəl illər idi. Qayğısız unudulmaz illər. Bilirsiniz, hər dərs arası fürsət tapan ki, futbol oynayırdı. Bizim sinifdə bir oğlan var idi. Bir topu var idi, biz o vaxt ona neft topu deyirik. Onunla oynayırdılar. Topu götürüb gedən kimi biz əlatsız qalıb məktəbin həyatından qozalar tapıb onunla oynayırdıq. Gözəl illər idi məktəb illəri. Смешево! Все, uşaqlar danışın, Uşaqlar, başlayırıq. Hamınız yerinizə, oyun Elmar, başlayır. kes qapıya. Mən niyə? Necə niyə? Topu mən gətirmişəm. İlkin, kes qapıya. Başlayın. Bu dəfə məni heç kim dayandıra bilməz. Baxarıq, birinci topu düzgün vurmağı öyrən. Başla! Hadi! Hey, eşidirsiniz? Biz sabah da qalib gələcəyik. Həmişə. Hər birimizin həyatında uşaqlıq sevgisi olur. Bəzən bunu ilk məhəbbət də adlandırırıq. Sizin necə? Əminəm ki, belə bir sevginiz olub. Necə xatırlayırsınız onu? Əlbəttə olub. O illərin sevgisi də təmiz idi, saf idi. Bilirsiniz, onun diqqətini cəlb eləməkdən ötürü nələr eləmirdim ki? Səhv edirsən. Əlimi çək, gözüm eləyirəm. Ay uşaqlar, daha Eləmə. Çünki sən yaxşı eləyirsən. Mən çox yaxşı eləyirəm. Bax, dümdüz. Pərviz, qulaq aç gör nə deyir. Bu tərəfdən zən etməlisən ki, rul 5 tutsun. Ay sağ ol. Uşaqlar, sakit. O qızı tanıyırsınız. Özü deyirlər, adını heç kimə demir. Ha, tızı gəlib. Amma mənə deyəcək. Ver bura görüm velosipedi.
götürdüm. Amma yıxılmağı deyirəm. İlqar. Günay. Biraz da məktəb illərinə qayıdaq. Bildiyim qədərilə əlaç olmusunuz. Biraz da haqsızlığa qarşı çıxan bir şagird və elə buna görə də müəllimlərdən də ara-sıra problem yaşayırmışsınız. Yox, düşündüyünüz kimi əlaçı olmamışam, amma yaxşı oxumuşam. Bilirsiniz, mən hər zaman həqiqəti istəyirdim. Ədalətli olmağa çalışırdım. Elə buna görə də hər kəs məni yaxşı oxuyan kimi tanıyırdı. Bəzən o xasiyyətimə görə problemlər də yaşayırdım. Uşaqlar, bugünkü dərsimizdə Sovet İttifaqının nailiyyətlərindən danışacağıq. SSR xalqların qardaşlığı, bərabərliyi, inkişafı üçün əvəzsiz bir dövlət modeli yaratmışdır. Azərbaycanın iqtisadiyyatı, xüsusən neft sənayesi və Sovet hakimiyyəti sayəsində dünya səviyyəsində tanınmışdır. Sovet İttifaqı Azərbaycanın təbii sərvətlərini bacarılıqla istifadə edərək hər iki tərəf üçün faydalı inkişaf modeli yaratmışdır. Buyur İbrahimov. Müəllim, biz niyə SSR-in tarixini keçirik? Öz xalqımızın, vətənimizin tarixi qala-qala. Bəs biz onu nə vaxt keçəcəyik? İbrahimov, Sovet İttifaqı hamımızın vətənidir. Biz bu böyük ailənin kiçik bir hissəsiyik. Milli tarixi fokuslanmaq əvəzinə bütün ittifaqın tarixini öyrənmək daha faydalıdır. Düz deyir müəllim, İlqar haqlıdır. Müəllim, biz öz tariximizi bilməliyik. Bəsdirin, dərsi pozmaqda davam edəcəksə sinifdən çıxacaqsınız. Bu cür suallarla irəli getmək olmaz. Biz doğru sual veririk müəllim. Hamının haqqı var ki, öz tarixini bilsin. Bizim də haqqımız var. Hamınız otaqdan çıxın. Dərsdə nizam hesabı pozmaq olmaz. Necəsən? Bilirsən, dünən atam meydandaydı. Anamla axşam danışanda eşitdim. Deyirdi ki, meydanda çoxlu adamlar var idi. Hamı azadlıq, müstəqillik deyə qışqırırdı. Bilirsən, nənəm Cumhuriyyətin bayrağını tikib. Amma bunu heç kimə demə. Bu bizim ailə əsiridir. Doğrudan? Evdə gizlətmişik. Nənəm deyir ki, bir gün bu bayrağımız yenə dalğalanacaq. Günay, bilirsən, mən də sənə bir sir açım. Bu boynumdakı qalstuk Sovet bayrağının bir parçasıdır. Mən artıq bunu taxmaq istəmirəm. Hə, elə mən də. Hə, indi daha yaxşıdır. Onda mənim 13 yaşım vardı. Adi bir yeniyetmə idim. Elə bilirdim ki, dünya yaxşı insanlarla doldu. Arzularım vardı. Kimsə onun qarşısını ala bilməzdi. Elə düşünürdüm. Bilməzdim ki, o gecə hər şey dəyişəcək. Necə xatırlayırdınız o günü? Həmin gün tək idiniz, yoxsa dostlarla? Yəni, həmin anda qorxu, yoxsa əlinizdən gələn köməkliyi eləmək hissi sizdə üstün idi?
O gün hər kəs hərəkətli idi. Bütün insanlar küçələrə axışırdı. Şəhər bir ürək kimi döyünürdü. Mən də, dostlarım da fərqindəydik hər şeyin. Anlayırdıq. Amma bəzi şeylər var ki, onlar dərk edə bilmirdik. Elə bilirdik ki, nəsə eləsək, hər şey düzələcək. Zaki, Hə? sən bilirsən niyə piketdə tonqal qalırlar? Yox, bilmirəm. Niyə? Həm soyuqdan qorunmaq üçün, həm də işıqlıq olsun deyə. Hə. De Nazim əmi orada. Tez ol, Ay, tez gəl. gedək, Tez ol. Nazim əmi, biz də kömək eləmək istəyirik sizə. Yaxşı uşaqlar, yığın odunları tez. İlqar! Buna baxa yenə başı açıq çıxıb çölə. Gözdə heç olmasa şarf gətirim sənə. Nazimə, nə olar bizə sizinlə gedək? Anamızdan icazə almısınız? Hə, anamın xəbəri var. Yaxşı oturun, tez. Geç. İlqar! 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 Demək öz başına qərar verdiniz. Bəs ananızı düşünmədiniz. Yox, anamın narahatlığını düşünmədim. Bir də hardan biləydik? Bir saatdan sonra şəhərə silahlı qoşunlar, tanklar girəcək. Dinc insanlara ateş açacaqlar. Küçələr qandan dolacaq. Bilmirdik, hardan biləydik? İlqar! 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 Gəlməyin! Cəmaatı qırılır!
Uşaqlar, tullanın! Mən ömrümdə belə böyük tank görməmişdim. O vaxt sizin 13 yaşınız var idi. İndi isə Mən yenə də o yaşdayam. Amma əslində hər şey hələ də buradadır. Külək də, günəş də, sənin xatirələrin də. Sadəcə mən yanlarda qaldım.